Mən sənin üçün uşaq olmamışam, hə, gədə. Mən prezident təqaüdçüsəm, hə. Bu nədir? Mən gəlmişəm buna çağırmışam. Çəkin bunu göstərin və bu şivənin kim olduğunu bilin. Adını yığışdırın. Bir dəqiqə. Bir telefonu verəm. Kimdir ki prezident? Sən efirdən getmədin. Sən mənimlə gəlmişsən, sual verirəm sənə. Sarıbaş, rəxit. O qədər əməliyyat eləmsən, yenə də nə gündəsən, ördək. Çıxarda bilmirsən özünü bəziləri kimi ortalığa. Öl qorxdun, belə qorxarsan. Sosial şəbəkələrdə aqressiv davranışlar, mübahisə və sensasiya yaradan məzmunların geniş auditoriya toplaması tez-tez müzakirə olunur. Mövzu ilə bağlı Sfera Aza danışan psixoloq Elgül Ağarzayevanın sözlərinə görə, bunun əsas səbəbi insanların maraq, təəccüb və həyəcan hisslərinə daha çox reaksiya verməsidir. O bildirib ki, sosial şəbəkələrin alqoritmləri də daha çox diqqət və reaksiya alan paylaşımları ön plana çıxardığından qalmaqallı kontent sürətlə yayılır. Psixoloq xəbərdarlıq edib ki, bu tendensiya xüsusilə yeniyetmələr arasında aqressiv və etikadan kənar davranışların normallaşmasına səbəb ola bilər. Elgül Ağarzayeva vurğulayıb ki, ən çox izlənilən məzmun hər zaman ən faydalı məzmun demək deyil. Onun fikrincə, maarifləndirici kontentin də maraqlı və emosional formada təqdim edilməsi vacibdir ki, daha geniş auditoriyaya çata bilsin.